Əzizlər, tarix boyu Azərbaycan xalqı zülmün önündə dayanıbdır. Ana Tümrüz, Babək, bu surələrimizdə Dədə Qorquddakı bizim o böyük insanlar, Koroğlu, Qoçaq Nəbi, məşrutə yaradan Səttarxan, Baqırxan, Hüseynxan Bağban, bəli, Əli Musyo, böyük insanlar, Rusun qabağında dayananlar, Pəhləvinin rejimini laxladan, inqilabı piruzluğa yetirən, 8 il Səddamın qabağında dayanan bu əzəmətli Azərbaycan xalqı tarix boyu öz əzəmətin göstəribdir. Şərəfin, şərafətin göstəribdir. Azərbaycan şərəf yurdu, şərafət toprağı, minlər ildir tam sınırlardan fərasət eylirik. Göydə gün parlaqdı yerdə, şanlı Azərbaycan, bu səbəbdən günlə ehsası qərabət eylirik. Od yurdunun odla, günlə, nurla, işıqlıqla ilgisi vardır. Bəli, yurdumuz od yurdudur. Hər bir vətəndaş gür alov, od alovdan üçün törəndik, istiqamət eylirik. Əfsus amma, yummuşuq göz, görmürük gerçəkləri. Haqq nədir? Kim haqlıdır? İllərdir qəflət eylirik. Haqq nədir? Kim haqlıdır? İllərdir qəflət eylirik. Tapdadıq, üzdük, dağıtdıq ölkəni, insanlığı. Suçlu biz, suçsuz fələkdən tam şikayət eylirik. Suçlu biz, suçsuz fələkdən tam şikayət eylirik. Zayəndə Rudun qurumağı, heç Urmu gölünün qurumağının qabağında elə bir məsələ deyildi. Düzdür, o da əkinçiliğə lətmə dəyirdi. Amma Urmu gölünün qurumağı gör neçə ölkəni təhət təsir qərar verəcək. Təh İranı yox, təh Azərbaycanı, Qərbi Şərqi, Ərdəbil, Zəncan, Kürdistan, Həmədan, Qəzvin, Kərəz, bunlar yox. Neçə ölkəni təhət təsir qərar verəcəkdir. Gör, nə əndazə önəmlidir Urmu gölünün qurumağı. Tapdadıq, üzdük, dağıtdıq ölkəni, insanlığı. Suçlu biz, suçsuz fələkdən tam şikayət eylirik. Bəli, baxmırıq düz güzgüdə, aydın görək iş bəlgəsin. Kim fırıldaq, əyri dilbaz oldu, hörmət eylirik. Kim fırıldaq, əyri dilbaz oldu, hörmət eylirik. Birlik olmazsa, vətən, millət, şərəf, tarac olar. Nifrət əhmiş yurduda təbliğ vəhdət eylirik. Yaxşılıq tam kimiyadır. İnsan olmaq kimiya. Yaxşı insan kim olursa biz məlamət eylirik. Biz ürək bir, yol bir, əl bir olmadıq heç bir zaman. Bəli, bu neçə ildə biz ürək bir, yol bir, əl bir olmadıq heç bir zaman. Haq bilib hər kəs özün, xalqı şəmatət eylirik. Hərəmiz özümüzü haq bilirik, özgəni də şəmatət eləyirik. Bəli, bürüyübdür öfkə nifrət, tam ürəklər mülkünü.
xalqın haqqında xusumətlə qəzavət eylirik. Düşmanlıqla qəzavət eləyirik. Bəli, qonşumuz acsuz qalıb, aclıqla çallaşmaqdadır. Qarnı tox, gündüz, gecə, Qur'an təlavət eylirik. Qara yaxma, yaramaz, pis anqıma olmuş hünər. Qaralar xalqa yaxıb, olmaz cəsarət eylirik. Yanqıma bəli, xalqın mordunda iştibah qəzavət eləmək, anqıma, bəli, pis töhmətləri vurmaq, iştibah yol getmək, xadimi xain bilib, xainləri xadim sanıb, haqqa, xalqa, toprağa aydın xəyanət eylirik. Sevgi üstün kimiyadır, etkisi ispat olub, özgəyə hər dildə, dində tam məhəbbət eylirik. Yeri var dərdi duyub, yardım edək dildaşlara, dildaşı sındırmağa, əfsus, səmacət eylirik. Dildaşı sındırmağa, əfsus, səmacət eylirik. Bu zaman sulduz, şəhadət toprağı fəryad edir. Bu zaman sulduz, şəhadət toprağı fəryad edir. Qanla qeyrət məktəbin, məhd şərafət eylirik. Qoruyub, pak toprağı, al qan ilə tarix boyu, canla ilqar bağlayıb, təsbit izzət eylirik. Yağsa düzgün qar yağış, yardımcımız tək Tanrıdır. Amma bizlər hamıya yardımda himmət eylirik. O sel ki gəldi, neçə il bundan qabaq, əcəb şeir Azər şəhər tərəfə. Bir anda neçə maşın, xanavadələr maşınların içində getdilər, tapılmadılar da. Canları ailələr beynindən getdi. Tanrı gəl sən qıl nəzər, od yurdu Azərbaycana. Minlər ildir toprağı qanla siyanət eylirik. Minlər ildir toprağı qanla siyanət eylirik. Tanrıdan sonra pənahi xalqıdır od yurdunun. Tanrıdan sonra pənahi xalqıdır od yurdunun. Yalnız indi Tanrıya izhar-ı hacət eylirik. 40 vətəndaş ayrılıb, bir anda məzlum köçdülər. Suçsuz o məzlumları amacı töhmət eylirik. Hətta bir mənim yadımdadır ki, yazda bunlar dolanmağa gediblər. Nə gərdilər bu yağarıqda, çöldə çıxıblar dolanmağa bunları, maşınları ilə, ailələri ilə sel göt tapardı. Mən özüm oxudum o zaman. Bəli, yurduma yaz gəldi, 40 gül açmamış pərpər olub, qəmli Azərbaycanın dərdin rivayət eylirik. Xalqımız yol bir, ürək bir olsalar, deprem nədir, sel nədir, tufan nədir? Kəskin, kifayət eylirik. Vərzqanın əhərin zilziləsində ya xoyuncunda gördünüz nə əzəmət yaratdı Azərbaycan xalqı? Əzəmət. Çünki mən 2 dəfə Vərzqana Sulduzun yardımların, dostlarını apardıq. Əslən, nə trafik var idi? Nə trafik? Biz nə qədər uzun zaman apardı ta yetişdik Vərzqanda. Bəli, yenə kəndə getdik ki, 2 dəfə getdik. Çobanlar kəndi. Bəli, adı yadımdadır, Çobanlar kəndinə.
Bəli, az yaşa, azad yaşa, düzgün yaşa, insan yaşa. Alpar insanlıqla ehsası kəramət eylirik. Alpar insanlıqla ehsası kəramət eylirik.